İsmayıllı rayonu Aşağıbaş ərazisində 6 sotun içində gözəl bir həyət evimiz satılır. 6 sot həyətdir. 4 bir tərəfli zaborlu. Zabor belə fundamentlə, karkazla tikilmiş ev zabordur. 2 girişi var. Biri oradandır. Biri bu tərəfdən. Həyətin 2 girişi var. Evin 4 bir tərəfinə keçmək üçün yerimiz. Evin hər bir tərəfinə keçməyə yerimiz var. Həyətdə. Alman proyektində tikilmiş evdir. Həyətdə meyvə ağaclarımız. Evin optik görüntüsünü təqdim edəcəm. Orada topuşumuz var, bir şey. Bu həyətdəki bağ evidir. Çıqqılı. Bir otaq, bir də mətbəx. Besetka kimi belə deyək də. Düzdür, təmir olunur. Amma hal-hazırda tam hazır deyil də. Bura bir otaq, yığacam belə bir otağı. Qarşısındakı noves kimisi. Evimiz 6 sotda tikilib. 6 sot həyətdir. Evin də həyətində tam çıxarşı. Paket qutsadır. Və evimizi çöldən belə təqdim eləyək. Keçək evimizin içinə. 2 mərtəbəli evdir. Mərtəbədən əlavə 5 daş kürsülüdür və giririk evimizin içinə. Buradan giririk evimizin içinə. Belə. Bura koridor kimi yerdir. 2-ci mərtəbəyə çıxış. Burada sanitar qovşağımız. İkisi bir yerdə. Burası zalımız. Bu formada bir zaldır. Patolog apşifka Rusiya taxtası ilə. Televizor yerimiz. Burada mətbəximiz. Biraz tör-töküntüdür. Tək kişi xeylağı da burada deyənə nəzərə alağını. Ev olmaqdan çox super. Dizaynda çox super tikilidir, super təmirlidir. Cüt qat bardan tikilib. Və buradan da çıxırıq 2-ci mərtəbəyə. Ev bütünlüylə cüt qat barıdır. İkinci mərtəbədən burada balkonu, qəşəng dağ mənzərəli. Var belə tumba betonlardır. Yəni evi kranla götür qoy başqa bir yerə, yəni o formada tikilibdir. Tutma yeri hazır. Burada mətbəx kimi eləmək olar, yeri hazır. Uşaq otağı oldu, o da mansardı da çəkərsə təzədən. Burada nasıl yerdir? Bura uşaq otağı. Və burada bir otaqda belə. Buradan da yenə balkondur. Yəni buradan da pəncərələr açıb dağ mənzərəsi.
Bu tərəfdən də yenə Qəbələ yolunun üstündəki dağ var. Dağıstan ərazisində göy panoraması var. Yəni evimiz çox super bir dizaynda, çox super bir tikilidir. Alçotun içində yerləşir. Paket kupçadır. Evin də həyətində çıxışı tam şəkildə. 4 bir tərəfi zaborlu. Buradan həyəti bir də göstərək. Qəşəng meyvə ağacları. Qəşəng də panoraması.